Bugün menyumuzda pambıq kimi yumuşaq, darçınlı, qozlu, almalı keks var. Əvvəlcə almaları istədiyiniz formada rəndədən keçirə bilərsiniz. Daha sonra bir qaba 2 ədəd yumurta, üzərinə yarım armud stəkan şəkər tozu əlavə edib qarışdırırıq. Köpük halına gəldikdən sonra üzərinə süd, əridilmiş kərə yağı, 2 stəkan un, vanil, qabartma tozu əlavə edib yenidən mikserlə qarışdırırıq. Xəmirimiz bu formada axışqan olacaq. Daha sonra xəmiri soba qabına əlavə edirik. Üzərinə rəndələdiyimiz almanı, darçın və iri-iri qozları əlavə edib göndəririk sobaya bişməyə. Mən isə keksimiz hazır olana kimi sizə obadan gözəl xəbərləri çatdırım. Xəbəriniz olsun ki, oba marketlərdə hər həftə Oba Plus tətbiqi ilə meyvə-tərəvəz bazarlığında düz 50%-ə qədər endirim var. Həftəlik meyvə-tərəvəz bazarlığını bu formada etdikdə büdcənizə xeyli qənaət etmiş olacaqsınız. Alış-veriş etdikdən sonra kassada Oba Plus tətbiqindəki barkodunuzu da oxutmağı unutmayın. Mənim isə ətri bütün evi bürüyən keksim artıq hazırdır. Mütləq siz də bu formada hazırlayın, çox bəyənəcəksiniz.